وَكَذَٰلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللّٰهَ يَهْدِي مَن يُرِيدُ. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Her birinizi hoş gördük növbəti təfsir dərsimizdə. Bugünkü dərsimizdə uca kitabımız Qurani Kərimin özü haqqında, xüsusiyyətləri haqqında, tərtibatı haqqında bəhs edəcəyik. Əvvəla Qurani Kərim sözü hansı mənaya gəlir? Quran sözü qaraə feilindən törənmiş bir isimdir. Qaraə oxudu deməkdir ərəb dilində. Əl-Qur'an isə oxunan bir kitab mənasına gəlir. Əl-Kərim isə şərəfli, dəyərli kimi mənalar ehtiva edir. Yəni Əl-Qur'anul Kərim çox şərəfli oxunan bir kitab mənasına gəlir. Təbii ki, Quran sözünün başqa feillərdən də gəldiyini iddia edən kimsələr olmuşdur. Ancaq daha çox qaraə feilindən gəldiyini vurğulayan görüş burada məqbul görüş hesab olunmuşdur. Çünki Quranın bir neçə ayəsində də Quran sözündən qaraə feilindən yan-yana işlədilərək istifadə edilmişdir. Təbii ki, Qurani Kərimin başqa adları da vardır. Qurani Kərimdə zikr olunan başqa adları da vardır. Bunlardan ən məşhurları Əl-Hüdadır. Yəni doğru yol rəhbəri, doğru yola göstərən bir kitab mənasına gəlir. Əş-Şifa, yəni ölü qəlblərə şəfa verən bir kitab mənasına gəlir. Digər bir adı Əz-Zikirdir. Yəni öyüd, Qurani Kərim bir öyüd kitabıdır. Bir digər ismi Əl-Bəyandır. Yəni hökmləri insanlar üçün açıqlayan, şərh edən bir kitab mənasında. Ən-Nur adı da vardır. Yəni ki, bir işıq saçan, aydınladıcı bir mənbədir Qurani Kərim. Qurani Kərimin endirilməsi təbii ki 23 il ərzində olmuşdur. Həzrət Peyğəmbər Peyğəmbərliyinin 13 ilini Məkkədə keçirmiş, 10 ilini Mədinədə keçirmiş. Beləcə 23 il ərzində Qurani Kərim hissə-hissə tədricən nazil olmuşdur. Bütövlüklə bir dəfəyə məxsus enməmişdir. Bunun səbəbi nədir? Təbii ki, bunun bir neçə səbəbi vardır. Dövrün şərtlərinə görə, müəyyən ehtiyaca görə hissə-hissə nazil olması bu insanlar üçün bir asanlıqdır. Digər tərəfdən ilk İslamı qəbul edən səhabələrin müəyyən İslami hökmləri birdən-birə mənimsəyib əməl etmələri çətin ola biləcəyindən Qurani Kərim Allahın izni ilə Həzrət Cəbrail tərəfindən hissə-hissə nazil edilmişdir. Digər tərəfdən onun yazılması, əzbərlənməsi və başqa bir çox səbəbə və hikmətə dayalı olaraq 23 il ərzində nazil olmuşdur. Yaxşı, Qurani Kərimdə nələr vardır? Qurani Kərimin tərtibatına baxdıqda, Qurani Kərim həm surələrə bölünür, həm də surələr də öz içində ayələrə bölünür. Gəlin əvvəlcə surələrə nəzər salaq. Surə demək, uca bir məqam, hündür bir qala, şərəfli bir yer kimi hərfi mənaya gələn bir sözdür ərəb dilində. Termin olaraq isə Qurani Kərimdə müəyyən bir və ya bir neçə mövzudan bəhs edən bir Quran hissəsinə surə deyilmişdir. Qurani Kərimdə 114 surə mövcuddur. 114 surənin 113-ü Bismillahirrahmanirrahim ilə başlayır. 114 surə demək, 114 bölüm kimi də başa düşə bilərik. Təbii ki, bu surələrin içində bəzən bir mövzu, bəzən bir neçə mövzu olmuşdur. Surələr öz içində Məkki və mədəni olaraq da ikiyə ayrılır. Belə ki, Məkkə dövründə, yəni Həzrət Peyğəmbərin hicrətindən əvvəl enən surələrə Məkki surə deyilmişdir. Həzrət Peyğəmbərin Mədinəyə hicrətindən sonra enən surələrə isə mədəni surələr deyilmişdir. Surələrin ən böyüyü Əl-Bəqara surəsidir. Ən kiçik surə isə Əl-Kəvsər surəsidir. İndi surələrin içində ayətlər vardır. Ayətlərə nəzər salaq. Qurani Kərimin hər bir surəsində müəyyən sayda ayətlər vardır. Ayət nə deməkdir? Ayənin hərfi mənası dəlil, möcüzə, işarə və s. kimi hərfi mənaları vardır. Ancaq Qurani Kərim baxımından isə ayət iki yerə ayrılır. Qövli ayətlər və kövni ayətlər. Qurani Kərimdə ayət sözü həm Qurani Kərimin içindəki
surələrdə yer alan cümlələr olaraq başa düşə bilərik. Yəni bir surə bir neçə ayətdən və ya bir neçə yüz ayətdən ibarət ola bilər. Bu cümlələr biz ayət olaraq başa düşürük. Digər bir ayət termini isə Qurani Kərimdə kövni ayət olaraq keçir. Kövni nə deməkdir? Yəni yaradılış baxımından Allahın yer üzündəki möcüzələri, bunlar kövni ayətlərdir. Misal üçün günəş bir ayətdir, yer üzünün yaradılması bir ayətdir. Yəni bu kimi kainatdakı möcüzələrlə Allahın qoyduğu təbiət qanunları, fizik qanunları ilə bağlı bəhs edən bölümlərdə ayət sözü Allahın bu xaliq sifəti ilə bağlı olaraq işlədilmişdir. Ancaq bizim mövzumuz bugün qövli ayətlərlədir. Yəni ki, sözlü Allahın vəhy olaraq endirdiyi kəlmələrdən ibarət bu ayətlərdən bəhs edəcək. Hər bir surə müəyyən ayətlərdən ibarətdir dedik. Ayətlər təbii ki, son hissəsi ilə fərqlənir növbəti ayətdən. Hər bir ayənin ən son kəlməsinə əl-fasilə deyilir. Və bu fasilə dediyimiz kəlmənin son hərfinə də hərfül fasilə deyilir. Beləcə, hərfül fasilədən sonra növbəti ayət başlayır. Misal üçün, Bismillahirrahmanirrahim, Qul huvallahu əhədun dediyimiz zaman ayətdə əhəd fasilədir. Əhəd sözünün dəl hərfi isə hərfül fasilədir. Yəni ki, ondan sonra növbəti ayət başlayacaqdır. Ayətlərin ən uzun olanı Bəqərə surəsindəki müdayənə ayətidir. Hardasa günümüzdəki mushafda bir səhifəni ehtiva edir. Borcla əlaqəli ayət. Ən qısa ayətləri isə vəl-əsr, vəl-duha kimi ayətlər olaraq və yaxud da bəzi huruf müqatta hərflərini buna saya bilərik. Ayələrin sayına gəldikdə isə burada günümüzdəki mushafda, əlimizdəki oxuduğumuz Qurani Kərimdə ayətlərin sayı 6236 olaraq görsənir. Ancaq bununla yanaşı 6201 və yaxud fərqli rəqəmlər də deyilmişdir. Bəs bu ayətlərin sayındakı fərq nədən irəli gəlir? Təbii ki, Qurani Kərim Allah Teala tərəfindən endirildiyi kimi günümüzə qədər gəlib çatmışdır. Burada heç bir dəyişiklik yoxdur. Ancaq ayətlər dövrlər ərzində Bəsrə və Kufə məktəbləri arasında fərqli görüşlər meydana gəlmişdir. Belə ki, misal üçün hüruf-u müqəttə dediyimiz kəsik hərflər vardır. Misal üçün əlif, ləm, mim, zəlikəl kitab lə raybə fih. Bəzi alimlər əlif, ləm, mim huruf müqəddəsini müstəqil ayət olaraq hesablamışlar. Bəziləri isə xeyr, əlif, ləm, mim, zəlikəl kitab lə raybə fih şəklində ikinci ayənin əvvəli olaraq hesab eləmişlər. Buna görə alimlər arasında ayətlərdə say fərqliliyi iddiaları ortaya çıxmışdır. Ancaq bu Qurani Kərimin həcminə, hər hansı bir mənasına təsir edən bir şey deyildir. Çünki ayətlər arasında qoyulan fasilələr alimlərə görə daha sonra Qurani Kərimin kitablaşdıqdan sonra hərəkələnməsi və s. mərhələlərdə fikir ayrılıqları meydana gəlmişdir. Bu isə Quranın özünə xələl gətirici bir məsələ deyildir. Çünki məna etibarı ilə bir neçə ayət bir cümləni ifadə edə bilər və yaxud da bir ayənin içində bir neçə cümlə ola bilər. Ayətlərin sıralanmasına gəldikdə isə sıralanması təvqifidir. Yəni ki, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm 23 il ərzində Quran ayətləri endikcə o ayətlərin hansı surənin hansı yerinə yerləşdiriləcəyini vəhiy katibləri olan səhabələrə tapşırmışdır. Yəni burada hər hansı bir ixtilaf yoxdur. Hər bir surənin içindəki ayətlərin düzülüşü təvqifidir. Burada bir fərqli görüş yoxdur. Ancaq surələrin tərtibinə gəldikdə isə burada fərqli üç görüşlə qarşı-qarşıya gəlirik. Bir görüşə görə surələrin tərtibi, yəni sıralanışı, Qurani-Kərimdə indi mushafı açdığımız zaman birinci Fatihə surəsi, sonra Bəqərə, sonra Ali İmran, ən sonda da İxlas, Fələq, Nas surələrini görürük. Bu tərtibin bir görüşə görə ictihadidir. Yəni Qurani-Kərimin kitablaşdırılması Həzrəti Əbu Bəkir, Həzrəti Osman dövründəki istinsaxı dövründə səhabələrin rəyi ilə bu şəkildə surələrin sıralandığı görüşü vardır. Bir digər görüşə görə bu təvqifidir. Yəni ki, Həzrəti Peyğəmbərimizin əmri ilə bu şəkildə sıralanmışdır surələr. Çünki Zeyd bin Sabit Qurani-Kərimin kitablaşdırılması, yəni ki, bir yerə surələrin cəm edilməsi prosesində yaxından iştirak edən və o heyətin rəhbəri idi ki,
O da Həzrət Peyğəmbərin Həzrət Cəbrailə Qurani Kərimi Ramazan ayında xətm edərkən iştirak etmiş bir səhabədir. Dolayısıyla Həzrət Peyğəmbərimiz hansı surələri, hansı ardıcıllıqla oxuduğunu eşitdiyinə görə bu şəkildə sıralamışdır. Dolayısıyla Qurani Kərimin surələri ictihadi yox, təvqifidir demişlər. Bir digər görüşə görə isə surələrin sıralanması qismən ictihadi, qismən təvqifidir. Yəni Həzrət Peyğəmbərin arxa-arxaya sadaladığı surələr də vardır. Ancaq onun xaricində səhabələrin öz rəyləri ilə sıraladığı surələr də vardır. Təbii ki, bu sıralamanın fərqli olmasının Qurani Kərimin mənasına və yaxud Allahın vəhyinə dair bir fərqli məna təşkil etmir. Yəni ki, Bəqərə surəsinin, Ali İmran surəsinin yerlərinin fərqli olması fərqli mushaflarda bu Qur'anın vəhyinin qorunmuşluğuna xələl gətirən bir mövzu deyildir. Çünki Həzrət Peyğəmbərə Qurani Kərim vəhy şəklində hissə-hissə nazil olmuş, kitablaşdırılma isə ümmətin Qurani Kərimi daha yaxşı mənimsəməsi və oxuya bilməsi üçün daha sonraki bir mərhələdir. Buna görə də Qurani Kərim günümüzdə artıq Fatihə surəsi ilə başlayaraq Nas surəsi ilə bitər şəkildə sabit bir formaya salınmışdır ki, İslam ümməti asanlıqla surələrdən və ayətlərdən istifadə etsin. Bir də surələrin əvvəlində biz Bismillahirrahmanirrahim ifadəsini görürük. Bismillahirrahmanirrahim bir ayətdir və Fatihə surəsinin əvvəlinci ilk ayəsidir. Ancaq digər surələrin başında bəsmələnin yer alması isə təşrifəndir. O surələri şərəfləndirmək üçün Allahın adı ilə surələr başlansın deyə qoyulmuşdur. Qurani Kərim və onun içindəki surələr və ayətlər haqqında bu qədər bəhs etməmiz yəqin ki, maarifləndirici olmuşdur, kifayətdir. Növbəti dərslərimizdə inşallah digər təfsir elmi ilə bağlı məsələlərə nəzər yetirəcəyik. Diqqətinizə görə sağ olun. Allaha əmanət olun. وَكَذَلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي